Bu iki səbəbə görə Fatihə surəsində Bismillahirrahmanirrahim cümləsindən dərhal sonra həmd aləmlərin Rəbbi Allaha məxsusdur cümləsi gəlir. Bu cümlənin əsl mahiyyətini anlamaq üçün həmd, tərif və şükür məfhumları arasındakı fərqi və onların nəticələrini başa düşmək lazımdır. Həmd ərəb dilində ixtiyari bir iş və ya sifətin müqabilində baş tutur. Yəni, kimsə şuurlu şəkildə yaxşı bir iş gördükdə və ya yaxşı işlərə səbəb olacaq bəyənilən bir sifət yiyələndikdə, bu işinə görə ona həmd edirik. Tərif və ya məd istənilən həmdə deyilir. Yəni, istər ixtiyari bir işə görə olsun, istərsə də qeyri-ixtiyari. Məsələn, çox qiymətli bir incini vəsf etdikdə o tərif olunur. Başqa sözlə desək, tərifin məfhumu ümumi, həmdin məfhumu isə xüsusidir. Şükür sözünün məfhumu isə bunların hər ikisindən də məhduddur. Yalnız o nemətlərə görə şükür edilər ki, başqası onu öz istək və iradəsi ilə bizə versin. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.